eve gelse bir qonaq, lazım deyil soruşmaq. Gəlsin yeməkdən qabaq, çay, çay, çay. Qızı Bahalının Zərgərli kəndində anadan olmuşam. 1480-ci ildə bizim Ağraba gəlib bura. Hardasa 1780-ci illərdə vəba xəstəliyi, dedəm ona oyma deyirdi, oyma xəstəliyi. Öz kökümüzü axtara gedib çıxdım da ora. Çətin tapdım. Çünki təsəvvür edin, Ərdəbildə bu kəndi tanımırlar. Mən oxudum, türkçə yazılmışdı təbii ki. Məni Zərgəlinin ən yüksək yerində dəfn eləyin. Qoy nəşimin ətirlərini şimaldakı qohumlarıma aparsın. Təxminən 250 il bundan qabaq yazdım. Ancaq bir dənə şey deyim sizə. Əgər siz həkim xəstədən umursunuzsa, kişi deyilsiniz. Belə bir misal var. Deyir, evə gəlsə bir qonaq, lazım deyil soruşmaq. Gəlsin yeməkdən qabaq, çay, çay, çay. Xoş gəlmişsiniz bir daha. Mən deməli Mehdili İdris Novruzoğluyum. Qızı Bahalının Zərgərli kəndində anadan olmuşam. Birinci sinifin 2 ay Zərgərlidə oxumuşam. Sonra burada Beşdamda 4-cü sinifə qədər Beşdam kənd orta məktəbi vardı. Orada oxumuşam. Sonra 2-3 ay Qışqədarda oxumuşam. Orada da ibtidai məktəb vardı. Sonra gəlmişəm Siyəzən 2 nömrəli məktəb deyirlər, ancaq əslində o 1 nömrəli Cəfər Cabbarlı adlı məktəb idi. İndi dəyişdirdilər, 1 nömrəli məktəbi başqa yerdə tikdilər. Cəfər Cabbarlının adını da apardılar ora. Ancaq bizim indi oxuduğumuz məktəb ki vardı, indi deyirlər 2 nömrəli məktəb, Mikail Mişugin adını daşıyır hal-hazırda. O məktəbdə oxumuşam, qutarmışam. Bir kasıb ailədən idik. Heç kəs deyirdi ki, məclisinə getmək olmaz. Oraya hər adam girə bilməz. Allahın köməkliyi ilə getdim, girdim tibbin üstündən. O vaxtı internatura 1-ci dəfə idi çıxırdım. Belə də pis oxumamışam. Belə hörmətim olub ali məktəbdə oxuyanda da təsəvvür eləyin ki, o vaxtı internaturaya tək tanışlıqla cərrahi şöbəyə kursa salırdılar da. Mən o qədər hörmət qazanmışdım ki, Hospital Cərrahi Kafedrasında çağırdılar, mənə dedilər ki, 23 nəfərin cərrah adını yazmaq lazımdır. Kimi məsləhət görürsən, mən də dostlarımı çağırdım, 23 nəfərin adını yazdım. Yəni belənçi. Sonra qutardım o institutu, gəlmişəm Siyəzəndə işləmişəm və axıra qədər. Sonra kursa getmişəm, Bakıya getmişəm, Xarkova getmişəm, təhsilimi artırmaq üçün. Xarkova getməyin üstünlüyü oldu ki, mən rayon yeridir, mən artıq həm ginekoloji əməliyyatları öyrəndim, hətta ginekoloqlar olmayanda çətin vəziyyətlərdə mən abort zad deyilirdim, gördüm xəstə əldən gedir, yəni bunları deyiləmişəm. Sonra ümumi cərrahaya aid olan bütün əməliyyatları eləmişəm də. Xalqa gecə-gündüz, növbətsiz, nə bilim, səhər, axşam, vaxt, bir vaxt, haçan çağırıblar, bu qapı açıq olub. Və gedmişəm, heç kəsin də təmənna güdməmişəm. Buradan indi eşidənlər yəqin ki, görürlər, yalan anımsa cavabını qaytarsınlar. Yəni ki, ömründə xalqa qulluq eləmişəm və bununla da qürur duymuşam. Belə. Tarixi cəhətcə Zərgərli kəndi böyük türk köklərindən, Zərgərli kökündəndir. Yəni qədim böyük tayfadır Zərgərli tayfaları. Azərbaycanın çox yerində var. Əsilləri Ərdəbildəndir və onlar Savalan dağının ətəyində Ərdəbil Təbriz yolunun üstündədir. Hal-hazırda orada adam az yaşayır. Ancaq İranın Beləsuvar rayonunda Siyəzəndən böyük bir kənd salıblar. Yəni o da var orada. Bizim kənd deməli hardasa 1480-ci ildə bizim Ağraba gəlib bura. Deməli mənim böyük babam Şeyx Məhəmməd Piri ona Tozqaparan Məhəmməddir deyiblər. Döyüşkən olub, Çaldıran döyüşündə də iştirak eləyib. Yəni onun qəhrəmanlarından biridir. Sonra o kənd gəlib yerləşib Sərəki deyilən yerin aşağısında
orada bir xartut ağacı da var. Eğer olmuşsunuz oralarda görərsiniz. Hemen o xartut ağacından Siyedənə tərəf o yamac var. Hemen yamacda yerleşib Zərgərli kəndi. Onun da gəlməyinin səbəbləri ona görə olub ki, orada Şeyx Heydər döyüşdə həlak olub və o vəsiyyət eləyib ki, məni Xıdırzında baba ilə, ola belə deyirlər, bizim beş barmaq dağı ilə üzbəüz görünən yerdə mənə dəfn eləyin. Mənim dədəm ona Şeyx Heydər demirdi, yəni bilmirdi, böyük sərkərdə deyirdi. Sonradan biz öyrəndik ki, bu böyük sərkərdə sən demə Şeyx Heydər imiş. Və o onların müridlərindən olduğuna görə o ailə gəlib orada köçüb. Sonra böyük Zərgərliyə 3 nəsil köçüb. Biri Qaraxanlılar nəslidir. Onlar gəliblər Şamaxıdan, əsilləri isə Qəzvindəndir. Ancaq gəliblər sonra bizdə məskən salıblar, birləşiblər də Zərgərli. Biri də gəlib Şabrandan, o Şeyx Əhmədin nəslidir. Yəni gəliblər belə qoruluşub, sonra böyük bir bu Siyedən kəndə əmələ gəlib. Sonra 1700 hardasa, rəqəmlər biraz dədəm o vaxt deyib, mən gerək yazıydım da yazmamışam, böyük səhvim oradadır. Hardasa 1780-ci illərdə vəba xəstəliyi, dedəm ona oyma deyirdi, oyma xəstəliyi. Mən sonra bizdə bir həkim vardı. Məsələn, imkan olsa onun haqqında bir veriliş apararsınız. Çox savadlı Kazımov Cavanşir, Eynullah, Allah rəhmətinə gedib, ancaq çox savadlı idi. O bizə gəldi, xüsusi təhlükəli infeksiyadan məruzə deyəndə, o dedi ki, oyma xəstəliyi, sonra dedi vəba. Mən onda bildim ki, oyma xəstəliyi vəbadır. Vəba olduğuna görə onlar köçüblər, kənd 3 yerə bölünüb də. Çünki insanlar orada qalsaydı qırılırdı infeksiyadan. Ona görə kənd 3 yerə bölünüb. Şıxlar, müasir şıxlara, müasir Zərgərliyə aşağıda, dərənin içindədir, böyük kənddir. Sonra bir də Qızılqazma, 3 yerə köçüblər. Yəni ki, beləncik olub. Sonra mənim babamgili həm Qızılqazmada ev tikmişdilər. Sonra da gəldilər bu Zərgərlidə ev tikdilər. Və deyirəm, böyük, möhtəşəm bir bina idi. 8 mərtəbə aşağıda, 8 mərtəbə yuxarıda, böyük vestibülü ilə, sonra dairəvi balkonları ilə və çox təəssüf ki, Sovet hökuməti 28-ci ildə həmin evi dağıdıb. Eyni zamanda həmən babamgil o vaxt ki, məscid tikmişdilər. Bakıdan gətirib gözəl memarla, memarlıq sənət əsəri idi həqiqətən o. Mən görməmişəm, ancaq dədəmgil danışırdı ki, bir gözəl memarlıq nümunəsi idi. Sovet hökuməti gəlib onu da dağıdıb. Kənd həddindən ziyadə ziyalı kənd olub. Əvvəllər orada mədrəsə olub. Mən mədrəsəni görmüşəm, yerində görmüşəm. Həmən o mərkəzi meydan ki deyirik. Sonra mənim gələcəkdə Qurban babam ev tikib 2 mərtəbəli ev. Sonra kolxoz idarəsi eləmişdilər. Ondan bir qədər dərə vardı. Orada 3 dənə böyük dərə var Zərgərlidə, bəlkə görmüsünüz. Böyük kamaz maşın gedər orada batar. Həmən dərədən məktəbə gedən yol və bizim evə gedən yol, indi o daş qalıb. Çox gözəl tarixi daş körpü var. Gedəndə onu da baxarsınız və imkanı da olar onu çəkərsiniz. Yəni beləncik. Orada mədrəsə o mərkəzi meydanda idi. Orada gözəl bulaq da var idi. Məsələn, Zərgərliyə su 4 düymə saxsı ilə çəkilib. İndi yerləri qalıb. Gedəndə, məsələn, mən sizi göstərə bilərəm. Orada 3 gözlü, gözəl memarlıq nümunəsi olan bulaq var idi. 3 gözü var idi. Çox təəssüf ki, onu da kimlərsə yaramaz adamlar gəldilər, dağıtdılar. Yəni ki, o 4 düymə boru ilə ora su gəlirdi. Yəni belə olub. Sonra kənddə 1903-cü ildə dəyirman tikilib, dadla işləyib, mazotla. Sonra o dəyirmana divjok qoyublar. Həmən divjokla kəndə işıq veriblər. Təsəvvür eləyin ki, o dövrdə. 1914-cü ildə isə yəni cəmaat yığışıb bir yerdə böyük, möhtəşəm bir məktəb tikiliblər 14-cü ildə. Və o cümlədən dediyim, həmən o bizim məşhurlarımız da orada təhsil alıb. Yəni ki, belə.
Mən özüm də 6 yaşa qədər də 1-ci sinifə 1-2 ay getmişəm. Təbii ki, o böyük məktəbdə yox. Çünki o çox böyük idi. O babamın sonra kolxoz idarəsi elədiyi 1-ci mərtəbədə balaca bir otağa ayırmışlar. Orada 1-ci sinifdə 2 ay oxumuşam. Biz kolxozun adı səhv eləmirəmsə, komsomol idi, dəqiq bilmirəm, yadımdan çıxıb. Evdə deyilib, çox şeyləri unutmuşam. Təsərrüfata da qalanda mən sizə bir dənə şey deyim də. Bizim kənddə heç vaxt heç kəsə icazə verilməyib ki, heyvan saxlayasan. Əgər sənin heyvanın varsa, gedib qıraqda saxlamalısan. Evlər hamısı daşdan idi. Böyük əksəriyyəti 2 mərtəbəli evlər və yaxud da ki, böyük kürsülü evlər idi. Tək ev ola bilərdi ki, 1 mərtəbəli idi. Yəni, belə olub. Ancaq nə qədərdir, ahali nə qədər olub onu bilmirəm. Mən yalan deyə bilmərəm axı. Ancaq kənd böyük idi. Təsəvvür edin, deməli, 4 böyük məhəllədir. Belənçi, nə bilim, kənd böyük olub. Gedirdin, hələ hara gedirdin, hələ evlər idi. Evlər də çox sıx idi, həddindən ziyada sıx idi. Evlərin arası da daş döşəmələr idi ki, yəni rahat gedib gəlmək olurdu belə. Bax, mən Zərgəlinin deməli Sərəki yaylağı yoxdur. Sərəki yaylağına qalxanda o teleqülləni görürsünüz. O teleqüllədən bir yana gəlirsiniz, aşağı düşmürsünüz bulağa tərəf. Dönürsünüz da tıxlıya tərəf belə. Orada bir yastan var. Orada da bulaq da var. Aydındır. Həmən o yeri nə üçünsə deyirlər. Təxminən orada bir 10-15 ev olub. Mən onu görmüşəm. Yəni, qərəbləri deyirik də, belə şeylər yerdə qalan daha görmüşəm. Ancaq bulaq bugün də durur. Yaxşı sərin suyu var. Sonra qonşu, bizdə qonşu olub tıxılar. Yəni, bugün də hələ qonşu da onlarla yaxşı münasibətimiz var. Sonra nədir onun adı? Fındağam, Ağsiyəzən, Qarasiyəzən, Baxşılı. Yəni, bu Baxşılı kəndi də mənim anamgilin kəndidir. Mənim dedəm deyirdi ki, Baxşılılar Qərəhdən gəlmədir. Və düz deyir, məsələn, indi Baxşılılar bunu deyəndə biraz xoşlarına gəlmir. Mənim dedəm danışır ki, o vaxtı, tarix yadımdan çıxıb onu deyə bilmərəm, 1800 neçənci il olubsa, bizim kəndi deməli xüsusi adamlar qoruyublar, cavanlar. Onlar ancaq cəsbər deyirik də, sərhəddi qoruyan olublar. Səhər duranda baxıb görürlər ki, dağın döşündə bir köşk var. Xoşlarına gəlmir. Cavanlar getmək istəyəndə, yəni bizdə bir Vəlxanlı nəsli var. Onlar da varlı ailələrdən olublar. Onların ağsaqqalı deyib ki, yox, hələ deyil. Gedib soruşaq görək, onlar niyə gəliblər. Və gəlib öyrəniblər, deyiblər ki, biz yer istəyirik də. Ona görə də bu Vəlxanlı deyib ki, Vəlxanlıların böyüyü də yadımdan çıxıb. Yəni, dedəm onların adını bilirdi, mənim yadımdan çıxıb. Mən öz yerimdən onlara filan qədər sotda yadımda deyil, bağışlayıram. Onu o deyəndə təbii ki, indicə Mehdirlər də dedi, Qaraxanlılar da dedi, nə bilim, Vəlxanlılar, hamısı da o yeri verdi, özündən pay verdilər. Sonra eyni zamanda oradan yuxarı biz yaylağa qızıl qazmaya getmirik, Nazım yaylağıdadır. Yağın gedəndə Nazım yaylağını da çəkin. Çox gözəl bir yerdir. Onun altından yer verdilər onlar ki, orada yaşasınlar onlar da. Oldular bir ailə kimi də. Yəni, belə bir şey. Sonra elə oldu ki, illər keçdi. Mən burada Medines qutarandan sonra işləyirdim. Orada tükançı vardı, Nəsbullah əmi. Bu, biraz yuxarıdan danışardı, belə hələ feşməşən. Neyse, bir gün mən də cavab qaytardım ona. Ağır yox, yəni o yaşımız fərqi yoxdur. Neyse, belə qayıtdı mənə ki, datdı. Abala, sən haralsan? Dedim, bəs Zərgərli. Dedi ki, bura bax, tam Zərgərlisən. Dedim, yox, yarım Baxşılıdır. Dedi ki, qayalı deyilsən. Bizim ana tərəfdən qayalılar deyirlər bizə. Dedim, mən qayalıyam. Dedi, deyirəm də. Neyse, qucaqladı mənə, öpsüzad elədi. Dedi, mən də qayalıyam. Biz hələ biraz hündürdən danışırıq. Görürsün, mən də hələ hündürdən danışırım. Biz hündürdən danışırıq. Belə deyir. Mənim danışığım belə. Dedim, mən də hələ danışırım. Yəni, biraz hündürdən danışırıq. Yəni ki, belə. Əslən, mənim həmişə dedəm deyirdi ki, oradan gəliblər və sübut olundu ki, həm də mənim anamgillə səndəmə əmşağıdırlar.
Bizə əsas, yəni nəsə sonra parçalanıb da bizdə böyük əksəriyyəti, yəni bunlar daxil olmaqla pirlilərik. Pirliyik, aydınmı? Sonra bölünürük də. Sonra bölünür qıcınıqlar var. Sonra mehdillər var. Biz məsələn mehdinik, eyni zamanda böyük qıcınığıq. Yəni qıcınıq da bölünür də, aydınmı? Yəni bizə qalanda. Sonra var Hacıbullular. Böyük nəsildir. Sonra Qaraxanlılar. Sonra Şirvanlılar, Şabranlılar. Şirvanlı yox, Şabranlı. Sonra Vəlxanlılar. Sonra Ağasəflilər. Nə bilim, çox yadımdan çıxdır axı. Yadımdan çıxır, yəni belə. Ayrı-ayrı tayfalardır da, yəni belənçi. 67 bulaq olub. 67 bulaq. Onların hamısının adı yadımda deyil. Ancaq çalışaram müəyyən miqdarını deyim də. Məsəl üçün, öz evimiz ki, hansı ki deyirdim, o möhtəşəm binamız olub. Onun öz bulağı var idi. Çox təəssüf eləyirəm ki, onun da adını bilmirəm. Elə biz ona şor bulağı deyirdik. O Vayxırın suyu yoxdur. Burada satırdılar ya küçələrdə. Həmən o sudan Qarazaratda da var. Aşağı bulaq deyirlər ona. Çox gözəl sudur. Mən gedəndə mütləq o sudan gətirirəm. O cümlədən həmən evimizin özünün yanında şor bulaq deyirdik. Məsələn, o suyu götürürdük. Mənə çox xoş deyirdim o suyu için. Cüzdü şorluğu var idi də belə. Sonra kəndə dedim, bulaq çəkilmişdi. Sərəkidən gətirmişdilər. Yəni çəkilmişdi 4 torba ilə də, 4 düymə torba ilə, boru ilə. Sonra yuxarıda bağımız olub, bizim xüsusiçilik dövründə də 2 hektar yarım bağımız olub orada. Bağımızda bulaq var idi, çox təəssüf ki adını bilmirəm. Yəni, sonra o bulaq indi də durur. Sonra ondan yuxarı Dostu bulağı deyirlər, atamın xalası oğludur. Dostu bulağıdır. Sonra gedirsən, Məşədi Dadaşın bulağıdır. Yəni, yadıma qalanları deyirəm. Məşədi Dadaşın gözəl bağı da vardı, orada xartut da var. İndi birazdan sonra deyəcək. Bir 5 günə da dəyməlidir. Çox gözəl xartutdur. Sonra onun üstündə isə, indi bax dediniz, yadıma düşdü. O zərgərlik ki, o vaxt olmuşdu, birinci zərgərliyə Məcqələrdə. Orada böyük bulaq olub, mənim dədəmin dediyinə görə, o dəyirmanı onunla işlədiblər, su dəyirmanı. İndi oradan heç kəs inanmadı, fikirləşərsən ki, yağın bu kişi yalan danışır da. Sonra deyir, o oyma xəstəliyi olandan sudan yoluxur axı, böyük əksəriyyəti. Onu götürürlər, 70-80 qoyun dərisini dürtüblər, ora bağlayıblar o bulağı. İndi mən onun yerin gedmişəm ki, çıxardım. Sonra imkanım olmadı da qaldı. Ancaq istəyirdim ki, o bulağı çıxardım. O Sərəkidə olub? O Sərəkidə, Məşqələrdən. Demirəm, Zərgərli kəndi ilk dəfə olanda, qurulanda o Məşqələrdə qoyulub baxır. Var Qaynarca gölü, var Qaynarca bulağı. Bunlar ayrı-ayrı şeylərdir. Qaynarca gölü gözəl balığı var da, mən gedib götürmüşsünüz, götürməmişsiniz. Çox gözəl dadlı balığı olur. Biz bir il ora 20 gün getdik, qaldıq. Oğlum hər gün gedirdi oradan, balıq tuturdu. Yeməyimizin biri balıq olurdu. Yəni belə gözəl balıq olur. O ki qaldı, indi ondan sonra var o deyin bulağı dediniz. Sonra ondan yuxarıda girəcəkdə Mehdillərin bulağı var. İndi Zərdada girəndə, şeydən tərəfdən, yuxarıdan belə girirsən kəndə, oradan Zərgərliyə düşən yerdir. Oraya girəndə onun suyu basır yolu. Yəni o Mehdillər bulağı deyirlər ona. Adı belədir. Mən istədim onu düzəldim, düzəldə bilmədim. Sonra ondan yuxarı, kəndə girəndən sonra yuxarıda mənim böyük babamın qardaşının adınadır bulaq, Həsən bulağı. Hörülmə bulaqdır, gözəl bulaqdır. O böyük babamın qardaşının adınadır. Sonra ondan o yana, o bulağın adı bilmirəm. Rəhmətlik Salman deyirdi ki, əmsi var, bizim yeznəmiz olub da,
gətirmişik yanımıza ev vermişik. Deyir onun adınadır. Ancaq yəni o bulağın adını mən bilmədim. Yəni ki özü uzun müddət itmişdi o bulaq. Sonra ev tikdik orada. Sonra mənim anam həmişə deyirdi ki, o bulağın suyunu gətirirdi. Evimiz deməli Sərəkəyə qalxanda o bulağa çatmamış bir dik qalxır. Üstü dəmirli, ağ dəmirli evdir. O bizim evdir. Ora girən kimi yuxarı qalxanda bizim orada 3 otaqlı evimiz olub. Yaylaq evi də. Orada olub və onun qabağı da düzənlikdir. Deyir, pomidor, xiyar əkirdik, su da oradan gəlirdi. Ancaq mən o evi orada tikəndə təbii ki, su yox idi, azmışdı. Sonra mən getdim, axtardım. Onlar da körabənd deyirlər də, suyu körabəndlə gətirirlər. Və qazdım. Nəhayət baxdım, gördüm daşlar düzülüb, yuxarı, aşağı, nə bilim nə, tapdım da yerini. Həm də evin yerinə fikirləşdim ki, qamışlığı var yuxarıda, su orada olar da. Xülasə getdim, tapdım, o suyu çıxartdım. İndi hal-hazırda biz də evdə işlədirik onu. Öyle bil ki, Bakıda yaşayırsan, onu krantı açırsan, hamama gedir, ora gedir, bura gedir. Özüm fikirləşdim, ev bulaq yuxarıda olsun, ev aşağıda. Yəni oldu 3 bulaq, 4 bulaq. Sonra yenə gedirsən, orada Şeyx Nəbi bulağıdır. Sonra ondan bir yana gedirsən, Qaraçı bulağı, Zərgərli bulağı deyirlər. Sonra ondan yuxarı gedirsən, Şor bulağı var. Birə qədər yuxarı gedirsən, odur. 17 bulaqdır orada. Sonra ondan biraz yuxarı qalxırsan, İsti su, Kükürtlü su bulağıdır. Orada biz bir hatta qoyduq ora, vannalar datlar ki, cəmaat isti vannalar vaxtilə o vaxtı bu Xızıdan hər yerdən gələrdilər. Revmatizm olar üçün kətdən datdan gəliblər orada da eləməyə. Sonra ondan biraz aşağıda soyuq bulaqdır. O soyuq bulağın üstünə də bir vaqon qoyulub, biz qoymamışıq. Bilməm, kimsə qoyub, vaqon qoyulub ora. Sonra belə qalxırsan, belə bir yana gedəndə deməli Əjdər bulağıdır. Sonra Əjdər bulağından aşağı düşürsən, Ləzgi bulağıdır. Sonra bir yandan Pop bulağıdır. Niyə Pop bulağıdır mən bilmirəm. Rəhmətli Profesör Beybal Abbasovun qardaşı Şükür müəllimin doğulduğu yerdir. Bizi oraya gedəndə həmişə deyirdi, saxlayıb qışqırırdı. Mən burada doğulmuşam. Pop bulağıdır. Sonra o biri tərəfdə Ləzgi bulağıdır. Çox gözəl suyu var. Sonra ondan bir yana düşürsən, yəni o bulağın da girəndə bir yana, Sərəkəyə girəndə bulaq donuzlar da girib dağıdıb tökürlər, dad eləyiblər. Ancaq suyu axırı gedir də. Həmən bulaqdır. Vaxtilə ancaq yaxşı bulaq idi o. Sonra ondan aşağı gedirsən, 2 bulaq yanbayandır. Birinə Qaynarca bulağı deyirlər. Ondan aşağı da onun adı bilmirəm də, yadımdan çıxıb. Sonra Qaynarca gölüdür. Özünün öz mənbəyi var, su mənbəyi var, özü oradan çıxır və mənim dədəm deyir ki, 2 kənd həmən o Qaynarca gölünün hesabına sürüşüb. Fındağan kəndi, bir də Baxşılı kəndi. Öz kökümüzü axtara gedib çıxdım da ora. Çətin tapdım. Çünki təsəvvür edin, Ərdəbildə bu kəndi tanımırlar. Heç yerdə tanımırlar demək olar. Sonra mən bir sürücü tutmuşdum, onun dayısı dedi ki, oradadır. Getdik, çıxdıq ora. Çox böyük kənddir. Ucu bucağı olmayan bir kənddir. Qəbirstanlığın da ucu bucağı yoxdur. Sonra mən orada dedim ki, bizim babamız Şeyx Məhəmməd Piri olub. Belə gəlib də filan inci illərdə uşaqlar güldülər ki, ada biz dirənki olan şeyi yadda bilmirik. Bax, belə milləti, tariximizi bilmirik. Çox təəssüf. Sonra mən dedim, axır, nəsə bir danışıram belə, hələ deyirəm, bəlkə bir şey oyansınlar. Sonra mənə dedilər ki, orada qəbirstanlıq var. Orada bir Şeyx Məhəmməd Hüseyin var. Onun məqbərəsi var. Nəsə getdik, biz oranı ziyarət elədik. Deyirəm, qəbirstanlığın ucu bucağı yoxdur. Təbii ki, mən Farsça biraz bilirəm də nəsə. Mən oxudum. Türkçə yazılmışdı təbiicə. Məni Zərgəlinin ən yüksək yerində dəfn eləyin. Qoy nəşimin ətirlərini şimaldakı qohumlarıma aparsın. Təxminən 250 il bundan qabaq yazıb. Təxminən 15-16 ailədir. 20 olmaz. Bir böyük yekə
biz K demirik. O cür bir yekə traktor idi. 5-6 nəfər yığılmışdı onun ətrafında. Məmnəsə eləyirdilər. Orada əkinçiliklə məşğul olurlar, maldarlıqla. Yəni siz zərgərli sualımı verdiniz. Yəni orada da mən zərgər söhbətini görmədim. Sonra bir dənə deyim ki, mən babam gələndə 3 qardaş gəliblər. Biri Lahıca gedib, orada da zərgərli məhəlləsi var. Yəni o zərgərə aid deyil. Yəni ancaq onlar indi zərgərliklə də məşğul olurlar da atlarına uyğun. Ancaq yəni demək istəyirəm, buradan zərgər kimi getməyiblər. Sonra bir babam da gedib bir qardaşı da Dərbəndə. Dərbənddə mənim bir nağdı babam olub. Onun 7 qızı olub. O qızlarından birini oradakı qardaşına göndərib, qardaşı uşaqlarına, birini də Lahıca. Yəni ki, belə, oradakı şairi olub. Bilsən, böyük səhv nədədir? Mən elə bilirdim ki, dədəmin necə yaddaşı varsa, mənim də elə olar da. Onun 3 bəndlik gözəl bir şeiri vardı, şairi olub. Mən indi onun heç bir sözünü də yadımda saxlamamışam. Çox təəssüf eləyirəm. İndi 1-2 dəfə biz Dərbəndə getmişik, tapa bilməmişik də. Yəni, biraz çətin məsələdir. Təsəvvür eləyin ki, elə bax, bizim ailəni götür. Mən belə götürəndə qara sezənli olanda deyirəm qara sezənliyəm. Ağ sezənli olanda deyirəm ağ sezənliyəm. Yəni qarışığa görə deyirəm. Zərgərli görəndə zərgərli, baxşılı görəndə baxşılı. Yəni bu kəndlər o qədər bir-birinə qarışmışdı ki, dərədarat, baxşılı, zərgərli, sezən də ağ sezən, qara sezən. Məsələn, mənim anamın xalası uşaqları biz həmişə oraya gedirdik, qara sezənlidirlər. Xudata. Yəni öz evimizdə anamın xalası uşaqlarıdır da. Yəni demək istəyirəm, o qədər qaynayıb qoruşmuşlar ki. Hətta burada Sibi xala var idi. Biz istəyirdik ki, evi bura yox, gələndə, qara sezəndə orada Sibi xalamın evinin yanında tikək. Zərgərlinin tarixi faciə ilə qutardı. Yəni o cür möhtəşəm bir kənd, elektriki, hər şey olan bir kənd, suyu, nə bilim ne, dağılmalı deyildi axı. O cür təsərrüfatları idadı. Təsəvvür eləyin ki, Zərgərlidə 156 nəfər adam müharibədə şəhid olub. 156 nəfər. 156 nəfər adam acından ölüb. Mən məsələn orada evlər dədəm göstərirdi ki, bax bu evdə 2 nəfər uşaq, bir də ana ölüb. Elə orada da bastırırlar. Dədəm müharibədə olub. Yəni belə. Təsəvvür edin, adamlar acından ölüblər. Mən böyük əmmiyə xəstə yanına gedəndə orada bir Saməddin idi, səhv eləmirəmsə, yaşlı kişidir, hündür kişidir. Söhbət düşdü, dedi, haradasın, dedim, zərgərlidənəm. Dedi ki, oğlum, zərgərli olmasaydı, bu həmiyələrdir, Eynibulaqdır, nə bilim, tağaydı, nə bilim, nə sadaladı. Onlar hamısı acından ölərdi. Mənə ağlamaq tutdu. Cəmaat qaydandan sonra, təbii ki, mənim dedəm əsir düşmüşdü. 2 dəfə əsir düşüb. Ukraynkanın evində qalıb, görüb tutatdı, qaçıb gedib ora. Deyir, elə çörək yerdim, bu 3 dənə avtomatlı girdi içəri, hand-hog. Neyse, belə çörək geç yeməmişdən, boğazımda qaldı. Neyse, nə millətçisən, soruşur, nə bilirsən, bilə bilmədim. Axırda mənə sual verir də belə. Məhəmməd, İyusuz, Moise, Məhəmməd. Mən deyir, döyüşdüm, qaldım, bu nə deyir, mən onu bilmirəm, belə hələ. Sonra birdən fikirləşdi ki, yağın Peyğəmbərimizi deyir də, dedim, Məhəmməd. Dedi, əlini, avtomatları saldılar aşağı, nə millətçisən də belə də, təxmin başa düşdüm ki, millətçi soruşur, dedim, Türkəm, Türk. Türk dedi, Türk nəsə də, deyir, mənim yadımdan çıxıb, Almanca mən bilmirəm, qızım burada olsa yaxşı bilir. Xulasa, deyib ki, belə də, sən, Türkçə, o başladı deyir, Türkçə danışmağa. Türklər belə deyir, belə millətdir, hələ deyir, feşməkandır, gəl belə eləyək. Bu paltarları dəyiş, burada qalırsan, nə eləyirsən, elə. Ancaq 2 dəfə əlimizə düşsən, səni güllələyəcəyik. Azərbaycan səhiyyəsində profesor çoxdur da. Kimi deyirsən elə tərpəsin, bu da gedin, istənilən klinikə bir 10-15 profesor var.
Ancaq bir var professor, bir də var yaradıcı professorlar, yaradıcı, məktəb qoyan professor. Professor Bəybəli Abbasov Topçubaşov kimi məktəb yaradan bir alim olub. Yəni professor yox, mən söz tapa bilmirəm. Onun üçün söz demək çətindir. Və eyni zamanda insanlıq nöqteyi nəzərindən əlavə elmdə tövhələri çoxdur. Həddindən ziyada böyük elmi kəşfləri var. Onun elə bir kəşfləri olub ki, bir gün əgər onu kəşf eləməsə, bir gün səhiyyə o cür inkişaf eləməzdi. Məsəl üçün, damar üzrə onun böyük kəşfləri olub. Təsəvvür eləyin ki, professor aorta deyirik də, aortanın divarına yamaq qoyub, nə bilim, çox maraqlı kəşfləri olub da professorun. Baxmayaraq ki, ümumi cərrahiyyə üzrə olub, ancaq hər sahəyə gedib də, istər kəllə beyin travmalarına aid, yəni elə bir sahə yoxdur ki, professorun əli oraya dəyməsin. Eyni zamanda Azərbaycanda indi xüsusi gedirsiniz, hara gedirsiniz, anesteziologiya, reanimatologiya şöbəsi, nə bilim nə. Yəni, indi çox təəssüf eləyirəm, mənim kitablara rast gəlmir mənə. Çox təəssüf ki, Azərbaycanda ilk anestezioloji, reanimatoloji şöbəni Professor Bəybəli Abbasov yaradıb. Yəni, bir gün bilirsiniz də, Səhiyyanın bütün gücü, qüvvəsi cərrahiyanın anesteziologiya və reanimatologiya olmasa bu mümkün deyil. Yəni sadalamaqla qutaran deyil. Sonra indi insanlıq nöqteyi nəzərincə bir gözəl insan, böyük alim olduğu kimi də gözəl insan idi. Məsələn, mənlə şəxsi münasibətimizdə deyirəm, yəni mənim atama həmişə əmi deyirdi, Novruz əmi deyirdi, evdə elə gözəl deyirdi ki, nə bilim, adam istəyirdi dodağından öpsün, o cür gözəl ifadə eləyirdi. Biz Sərəkidə ildə bir neçə dəfə yığışırdıq, görüşürdük, ailəvi istirahət eləyirdik. Orada bir dəfə, yəni məclislərin birində yəni Professor Əflatun müəllim, Allah canını sağ eləsin, indi yaxınlarda gedəcəm yanına. O da oradaydı. Mən də həkim yoldaşlarımı aparmışdım Siyəzənlə. Dedi ki, həkimlər, həkimlik gözəl sənətdir, çox qiymətli sənətdir. Ancaq bir dənə şey deyim sizə, əgər siz həkim xəstədən umursunuzsa, kişi deyilsiniz. Xəstəyə təmənnasız yardım eləyin. Azərbaycan xalqı yaxşılığı unudan xalq deyil. Onlar necə olmasa, hansı yollansa olsa, gəlib sizə onu kömək eləyəcək, bacarsa, imkanı varsa. İmkanı yoxsa, onun da imkanı yoxdur da. Sən hardan gətirin, gedib oğurluq eləyib versin. Əgər mümkünsə onu yazın. O professor üçün, bilmirəm, bax, niyə yazmıblar? Bax, kitablarda da yazmıblar. Yəni, Əflatun indi sağdır. Yəni, o mövzuda mən deyirəmsə, yəni demək istəyirəm, onun ağzından eşidilən şeydir. Və onda rəhmətli Şükür müəllim də sağ idi və mövzunun yerdə qalan hissəsini Şükür müəllim danışdı. Deməli, Professor Bəybəli Abbasov danışır ki, deməli, bir gün bizi qonaq çağırdılar, ailəlik. İkinci neyədiyəm. Neçə getdik, burada oturduq, yedik, içdik, dedik, gedək, bir dənə küçətdə bir məmləkədə də olmuşdu da, uzun başda. Neyse, bu küçə ilə gedirdik belə, indi oturub söhbətləşirik, idad eləyirik. Bir də gördük, bir UAZ maşın gəldi, böyük sürətlə gəlirdi. Ancaq bir 100 metr qalmış, bu UAZ saxladı, bir kök dahan var, kişi düşdü oradan, qaça-qaça gəlir. Qaça-qaça gəldi, biz də dayandıq, böyle maraqlı oldu da, dayandıq, bu nə olan şeydir. Və yaxınlaşdı, birdən dizin çöktü, yapışdı dizimlə, öpdü məni. Orada mən qaldırdım onu, neyiniydi, bir qalq yuxarı. Bu safxozun direktoruymuş. Deməli, orada nə hadisə olubsa, yetim uşaq olub da, Semaşkada, deməli, bu olub 53-cü ildə. Bu da çədə qutarılmış. Özü deyir ki, imkansızı da hamısı ütələyir də mənə ki, get bax yine. Neyse, bunu müalicə eləyir, sağaldır da, yəni ağır hadisə olub da, avtoqaza ilə əlaqədar, texniki qaza ilə əlaqədar olub. Neyse, gəlib, indi illər keçib, nə bilim, nə olub, 53-cü il hara, bu da professor danışır, haradasa 60 neçənci illəri.
Uvazın, dörd qapılı Uvazın mod olan dövrüdür. Neyse, bu kolxozun direktoruymuş. Gəlib, indi o mərtəbəyə gəlib çıxıb. Sonra eşidib ki, hardansa danışıblar ki, Bəybala Abbasov bura gəlib. Ona görə də heç görmüb də onu. Ancaq fikirləşib ki, bu ağ saçlı, belə, bu kişi özü qabaqda gedir, yağın profesor bu olar da, gəlib belə eləyib. Sonra deyir, bizi qonaq aparmaq istəyir, dedi, yox, biz qonaq gəlmişik, imkanımız yoxdur. Sonra gəldi, deyir, bir uvazı doldurdu, meyvə, heyvan, nə bilim, neçə dənə heyvan, uvaz dolu. Dedim, biz bunu neyinirik? Dedim, elə daxili yoxdur, apar. Deyir, gəldik də, Yasamaldakı evdə, birisi Xriftovda ev. İndi deyəsən, o küçənin adı nədir? Neyse, yadımdan çıxdı, bilirəm, neyse. Aparım, deyir, saxladım orada. 5 mərtəbədə binalar belədir. Neyse, çağırdıq şey, gəlin, paypuş eləyin də. Bütün o 5 mərtəbənin adamları apardılar, payladılar. Yəni, yaddan çıxmadı da, imkan oldu, gəldi elədi. Sonra birində danışır, deyir ki, 66-cı ildə professorun bir qədər çətin dövrü idi. Burada incidirdilər onu. Bilirsiniz, Azərbaycan nə olan şeydir. Bu da doktoranturaya da getmişdi. Leningrada. Oradan deməli gəlirlər bir nəfər. Soruşur ki, profesör Bəybala Abbasov, onda profesor olmur da, doçent olub. Deyiblər ki, burada yoxdur. Deyiblər, evinin adını verin də, adresini. Vermimlər. Vermiblər. Neysə, indi dalını danışımda. Deyir ki, bizi indiki Şirvan şəhəri o vaxt Əli Bayramlı idi də. Onu biz himayəyə götürmüşdük. Vaxtlı hərdən öz işçilərimi göndərirdim orada nümunəvi əməliyyatlar eləyib öyrənmək üçün. İşçilərimi göndərdim ora. Oraya gedəndə o işçilər gəlib indi olan hadisələri danışır. Deyir ki, orada biz işdən getdik, orada işimiz adı gördük. İndi axşam qaçıncı hissədə qalmalıyıq da. Yerdə düzəldiblər bizim üçün. Bir dənə raf maşın. Gəldir, saxladı. Profesör Bəybala Abbasovun klinikasından gələnlər dedi yarı. Dedi, qonağımızsınız, oturun maşına. Oturduq. Yanında da bir 16-17 yaşında oğlan da belə. Oturdu. Semaşka, get qapını aç, uşaqlar otursun. Semaşka. Oğlanın adı Semaşkaymış. Xülasə, otururlar, aparırlar indi Əli Bayramlı'da. Bir həftə orada qalırlar. Bir həftə bunlar nə qaçın sözü görürlər, nə də bir şey. Səhər, gün orta, axşam bunları yedizdirir. Yox, gün orta yox. Səhər, axşam. Xülasə, gedəndə də paypuşlarını verir, yola salır. Sonra soruşurlar ki, axı, Semaşka adı olmaz. Bu nə tər olur? Deyir ki, ona olmağına olmaz, onu mən də bilirəm. Mən evləndim və danışır. Bu, həqiqətən yadımda tramvayın altında qalınmış. Dalağı, qaracıqarı partlaymış, nə bilim, nə ayağında, nə bilim, problem böyük olub da, ham deyib öləcək. Bu götürüb əməliyyat eləyib da, sağalıb. İndi böyük bir vəzifə sahibidir. Təsəvvür edin ki, ayrıca buna qulluq eləyən maşını var, nə bilim, neyi var, işçiləri var. Böyük vəzifədir, bilmirəm nə vəzifədir. İndi götürüb gəlib də bunları aparıb qonaqlığa. İndi qonaqlığın birində danışır. Mənim evləndim, uşağım oldu. İstədim uşağımın adını qoyum. Gəldim ki, anam mənə dedi ki, tək bir ana olub. Aydındır, tək bir ananın övladıdır. Dedi, əgər Bəybalanın adını qoymaq istəyirsənsə, sən gedib ondan icazə almalısan. İcazə versə, qoy. İcazə verməsə, yox. Çünki qanun belədir. Mən deyir, gəldim adını almağa. Sizin heç bir bu evin göstərmədiniz ki, mən gedim icazə alım. Mən pay patarqa aparmamışdım onun üçün. Ha? Belə. Neyse, gəldim, topu bilmədim, hirsləndim, çıxdım bayrağa. Dedim, profesör, mənə bağışla. Səndən izin ala bilmədim, ancaq Semeşkaya sən söz deyə bilməzsən. Gəlib uşağın adını qoyur başqa. Bu düşəcəkmi ora? Allah rəhmət eləsin. Profesorumuz belə bir kişiydi.
Sonra bir, iki, üç dənə təxminən 15-20 dəqiqəlik Xizri TV-nin verilişlərinə baxmışam. Və baxandan da mən Murad çox istəmişəm ki, sizi görüm. Həqiqətən. Nə mənada? Bu işi görmək böyük şeydir də. Siz tarixə böyük bir kapital qoyursunuz. Böyük bir kapital. Gələcək nəsil, çox adam, yəni bir şey ki, babasının adını bilmir, adamlar var bilmir, vallah bilmir. Siz bunu qoymaqla gələcək nəsillərə, bax bu bizim Bərmək mahalının əhalisinə böyük töhfə verirsiniz. Özü bunu heç nə ilə ödəmək olmaz. Bu cür təmənnasız, gözəl bir işinizə görə mən şəxsən sizə minnətdaram. Və sizi gördüyümə, tanıdığıma görə çox sevinirəm. Vallahi nə bilim, söz tapa bilmirəm.